Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. Rəsmi sertifikasiya qəbul suallarının 4-cü hissəsindən qarşınızdayıq. 3 hissə kanalda yerləşdirilib, baxmayan müəllimlər mütləq şəkildə baxar. İzahımız həm sertifikasiya, həm MİQ imtahanı hazırlaşan ibtidai sinif müəllimlər üçün, eləcə də özünü təkmilləşdirmək istəyən bütün müəllimlər üçün olduqca faydalı və keçərlidir. Hər bir sualı mənlə yanaşı videonu dayandıraraq özünüzdə yazmağa çalışın və sonradan videonun rəy bölməsində fikirlərinizi yazarsınız. Birinci sualımız qalıqlı bölmə ilə bağlıdır. Sertifikasiya və MİQ imtahanlarının bütün seanslarında, bütün keçirilən imtahanlarda bu bölmə ilə bağlı sual düşüb. Bölən 15, natamam qismət 48 olarsa ən böyük bölünəni tapın. Ümumiyyətlə, bu tipli suallar qalıqlı bölmənin əsas düşən tiplərindəndir. Bölünənin ən böyük qiymətini tapın, bölünənin ən kiçik qiymətini tapın. Bilirik ki, qalıqlı bölmə əməlində A bölünsün B, burada C, burada R olsa A bölünən, B bölən, C natamam qismət, R qalıqdır. Tapılma qaydası A bərabərdir, B vurulsun C, üstə gələ R. Bölünəni tapmaq üçün böləni natamam qismətə vurub üzərinə qalığı əlavə edirik. İndi verilən komponentlərin yerinə yazaq. Bizdə nə var? Bizdə bölənimiz var. Böləni yazırıq 15. Natamam qismət də yazırıq bura 48. İndi ən böyük bölünəni. Buranın ən böyük qiymətini tapmalıyıq. Bax bu hissədə. Biz bilirik ki, qalıqlı bölmə əməlində qalıq hər zaman böləndən kiçik olmalıdır, dəyərli müəllimlər. Və bizim burada qalığımız 15-dən kiçik ədədlər alınacaq. 1-dən 15-ə qədər. Ən böyük qalığımız 14 ola bilər. Qayda olaraq yadda saxlayın. Ən böyük bölünəni tapmaq üçün uyğun şərtlər daxilində qalığı ən böyük götürəcəyik. Bölənimiz 15 isə bizim ən böyük qalığımız 14 ola bilər. Və buradan bölünəni tapmaq üçün böləni natamam qismətə vuraq. Bu az öncə yuxarıda dediyimiz qaydanı sadəcə olaraq tətbiq eləyəcək. 15-i vuracaqsan 48-ə, üzərinə qalığı əlavə eləyəcəksən. 15-i 48-ə vuranda 720 eləyir, üzərinə də 14 gələndə 734. Doğru cavab elədi A variantı. Baxın, ətraflı bir sualın izahında sizə qalıqlı bölmə ilə bağlı çox incə nüansları xatırlatdım. İkinci sualımız simmetri oxlarla bağlı sual da geniş yayılmış sual tiplərindəndir. Düzbucaqlının neçə simmetri oxu var? Simmetri oxu nə deməkdir? Gündəlik praktikamızda məsələn deyir ki, nəsə simmetrik qoyaq və ya nəsə simmetri olaraq bölək. Simmetriya onu elə bir formada qatlamaq deməkdir ki, müəllimlər qatlayanda üst-üstə düşsün. Məsələn, kəpənək simmetriya formasındadır. Düzbucaqlı da yadda saxlayırıq. Simmetriya oxu 2 dənə olacaq, dəyərli müəllimlər. Bir, yuxarıdan aşağıya, yəni biz həqiqətən də bunu bu istiqamətə qatlasaq üst-üstə düşəcək. Bir də soldan sağa, həqiqətən də yuxarıdan aşağı istiqamətə, yəni A4 formasında olan bir kağızı həm biz soldan sağa, həm də yuxarıdan aşağı qatlaya bilərik. Bəzən müəllimlər çaşıb bunu diaqonal formasında da götürür. Yox, bu yanlışdır. Düzbucaqlının 2 dənə simmetriya oxu var, dəyərli müəllimlər. Doğru cavab C variantıdır. Xatırlatma olsun deyə kvadratı qeyd edirəm. Kvadratın simmetri oxu müəllimlər 4 dənədir yuxarıdan aşağıya, soldan sağa və düzbucaqlıdan fərqli olaraq kvadrat diaqonal boyunca da simmetriya oxuna bölünür. Digər təbii ki hissələrdə biz digər fiqurlarla da bağlı simmetriya oxlarını sizin nəzərinizə çatdıracağıq. Növbəti suala baxırıq. Növbəti sualımız yaş məsələsindən bağlı olan bir nümunədir. Ana oğlundan 28 yaş böyükdür. Biz bunu tam hissə modelindən də və ya X-lə də yaza bilərik. Elə X-ə vərdiş eləyək. Artıq sertifikasiya imtahanının birinci ili və birinci seansları deyil ki, hər şeyi belə deyək. 3 üstə gəl 4 kimi öyrənir. Get-gedə artıq sertifikasiya MİQ proqramı eyniləşib. Sertifikasiya proqramı əlavə mövzular artırılıb. Artıq təlinlik qurmağı siz mütləq şəkildə bacarmalısınız. Çünki həm təlinlik qurmaqla məsələ həlləri, həm də imtahan özünə təlinliklər geniş formada düşür. Ana oğlundan 28 yaş böyükdür. Qeyd edirik, ana. Burada yazırıq oğul. Oğlun yaşı X olsun, ananın yaşı X üstə gələk 28 olsun. Oğlun yaşı ananın yaşından 8 dəfə kiçikdir. Burada müəllimlər həm bizə vahid olaraq verilib, həm də dəfə olaraq verilib. İndi mən bərabərlik yazacağım. Oğlun yaşı X, ananın yaşı X üstə gələ 28. Az olan hansıdır? Göründüyü kimi az olan X. Təbii ki, X üstə gələ 28-dən kiçikdir. Yadda bunu hər zaman saxlayın. Az olanı vuracağıq, az olanın üzərinə gələcək. 8 dəfə kiçikdir olduğuna görə mən oğlun yaşını 8-ə vuracam.
bərabər x üstəgəl 28. Yəni 8x bərabərdir x üstəgələ 28. Buradan tənliyimizi həll eləsək 7x bərabərdir 28. X də bərabərdir 28-i 7-yə böldükdə eləyəcək 4. X-i 4 tapdıq. İndi gətirib yerinə yazırıq. Ananın yaşı x üstəgələ 28 idi. Yerinə yazsaq 28-in üzərinə 4 gəlsə eləyər 32. Ananın yaşı 32 oldu. Oğlun da yaşı oldu 4. Cəmini məndən soruşur. 32 üstəgələk 4 bərabərdir 36. Doğru cavab B variantı. Dördüncü suala baxırıq. Üçbucağın birinci bucağı 26 dərəcə, ikinci bucağı düz bucağın 3/2 hissəsi qədərdir. Üçüncü bucağı tapın. Qeyd eləyək, ixtiyari bir üçbucağımızı çəkək. Bu bizim ixtiyari bir üçbucağımızdır. Birinci bucağı 26 dərəcədir. Bunu qeyd edirik. İkinci bucağı düz bucağın. Demək, əlavə bir düz bucaq var. Bu söz var, biz bunu bilməliyik. Düz bucaq 90 dərəcədir müəllimlər. 90 dərəcənin 3/2 hissəsi qədər olduğu vurğulanır. 90-ın 3/2 hissəsini tapsaq 3/1 93-ə 30. 30-u da 2-yə vuranda elədi 60 dərəcə. Demək onda üçbucağın digər ikinci bucağı 60 dərəcədir. Bizdən üçbucağın üçüncü bucağını soruşur. Üçbucağın bucaqlarından danışırıqsa dəyərli müəllimlər, mütləq şəkildə bu bucaqların cəminin 180 dərəcə olduğunu bilirik. Üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. İki bucağı məlumdur. Üçüncü bucağı tapmaq üçün 180 dərəcə çıxılsın. 26 üstəgələk 60. 26 ilə 60 86 eləyir. 180-dən də 86-nı çıxanda qalır 94 dərəcə. Doğru cavab elədi B variantı. Bu üçbucaqla bağlı olan rəsmi sertifikasiya suallarından biri idi. Növbəti sualımız çevirmələrlə bağlıdır. Bildiyimiz kimi çevirmələr uzunluq vahidləri, sahə vahidləri, həcm vahidləri hər imtahanda bunlarla da bağlı sual düşür. Və çevirmə bizə tənlik formasında düşüb. Kilometr çıxılsın, x metr bərabər 8-də 5 kilometr. Burada 1 kilometri 1000 metr olduğunu bilməliyik və bunu sualda tətbiq eləməliyik. Və yaxşı olar ki, bu kəsirlərdən tam keçək, tama keçək. 4-də 3 kilometri nəyə çevirək? Metrə çevirək. 4-də 3 kilometr bərabərdir. 4-də 3 vurulsun 1000-ə. İxtisar eləsək, müəllimlər, 4 4-ə 1, 1000 4-ə düşür nə qədər? 1000-i 4-ə böləndə 250. Başqa cür desək, 1000-i 4-ə bölüb 3-ə vuracağıq. 3-ü də 250-yə vuranda elədi 750 metr. Keçirik 8-də 5 kilometrə. 8-də 5 kilometr bərabərdir. 8-də 5 vurulsun 1000. 8 8-ə 1. 1000-i 8-ə böləndə eləyir 125. 125-i də 5-ə vuranda eləyir 625 metr. Artıq sadə bir tənlik formasında bunu yazıb həll eləyə bilərik. 4-də 3 kilometr yerinə yazarıq. 750 metr çıxılsın x metr bərabərdir 625 metrə. Azalan, çıxılan fərq. Məhsul çıxılan tapmaq üçün, yəni x bərabərdir, azalandan fərqi çıxmaq lazımdır. 750 çıxılsın 625. Buradan da x-i bərabərdir, biz tapacağıq 125 metr. Doğru cavab elədi Y variantı. Bu qədər dəyərli müəllimlər. Çalışırıq ki, izahlarımız, sual sayıları bir dəfə video çox olmasın. Bu sizə videonun əl çatımlığını daha da asanlaşdırır, rahatlaşdırır. Playlistdə bunlar videolar xüsusi olaraq yazmışam. Sertifikasiya, qəbul sualları. Bununla bağlı başqa mövzularımızla da bağlı kifayət qədər izahlarımız var. Mövzu izahları, testlərin izahları. Burada görsənən bütün mövzularla bağlı, baxın, sizə bir açıqlama verim. Məsələn, tutaq ki, birinci sual qalıqlı bölmə. Əgər sənin qalıqlı bölmədə çətinliyin varsa, kanalda elə az müddət, heç bir ay deyil ki, mövzu izahı paylaşmışam. Mütləq şəkildə bax, başa düşəcəksən. Orada mövzu izahları playlisti də var, orada görəcəksən. Sonra həndəsə ilə bağlı, həndəsə birinci dərs, ikinci dərs kanalda var. Mütləq şəkildə bax, başa düşəcəksən. Eləcə də yaş məsələlərlə bağlı kifayət qədər dərslərimiz var.
sonra üçbucaqlarla bağlı, eyni zamanda çevirmələrlə bağlı həm sahə, həm uzun. Mütləq bax və sənin bütün mövzulardan xəbərin olacaq, öyrənəcəksən və imtahanda uğur səndən olacaq. Dərslərimizlə də bağlı ətraflı məlumat almaq istəyən dəyərli müəllimlər bax bu nömrə ilə əlaqə saxlaya bilər. Sağ olun müəllimlər. Növbəti izahımızda görüşərik. Kanala abunə olub paylaşmağı unutmayın. Hələlik.